Xanımlar, deməli mən sizə nəyə göstərmək istəyirəm? Mən deyəndə ki, ömründə bir dəfə aktivliklə biz burada ömür boyu artan gəlirlər əldə edə bilərik. Mənə heç kəs inanmır. Belə deyirlər, ay yox, o mümkün olan bir şey deyil. Orada onunla nə qazançlar olar falan filan. Baxaq. Bu mənim kabinetim gördüyünüz kimi. Daxil olaq indi alış-verişə. Sifarişlərim. Baxın, cəmsi bir dəfə mən 7-ci ayın, yəni iyulun 18-də alış-veriş eləmişəm bu sistemdən. Ondan sonra heç bir şey almamışam. Yəni olsam, burada sifarişlərdə görünərdi. İndi keçək mənim ana səhifəmə. Və burada baxın, mənim 48 gün, 2 saat, 3 dəqiqə aktivliyim var. Və bunu mən sadəcə hər 28 gündə bir dənə şəxsi referal gətirməklə əldə etmişəm. Və qazanc dedikdə, deyəndə ki, burada ömründə bir dəfə alış-veriş varsa, nə qazancı olacaq X şirkətlər kimi, amma elə deyil. Nəyə görə elə deyil? Baxın, bu mənim çəkdiyim qazancımdır, hansı ki, avqust ayında əldə etdiyim qazancdır. İndi isə mənim sentyabr ayı qazancıma baxaq, prim detaylarından. 15-ci dönəmin qazancına baxırıq. Bu isə mənim sentyabr ayında olan 309 dollar qazancımdır. Yəni burada qazanc yoxdur deyən, burada bir dəfə aktivliklə heç nə qazanmaq olmaz deyən insanlara bunu siz sübut kimi göstərə bilərsiniz ki, burada ömründə bir dəfə aktivliklə qazanc əldə etmək çox rahatdır. Əksinə, özünüz şəxsi aktivlik etməkdənsə hər 28 gündə bir dənə şəxsi referal gətirməyiniz daha məntiqlidir ki, buradan siz həm referal gəlirini götürəcəksiniz, həm onun dövriyyəsi, yəni keçdiyiniz dövriyyə, siz öz şəxsi kabinetinizdən keçdikdə bu sizin özünüzə sayılmır təbii ki, amma şəxsi gətirdiyiniz referaldan keçdiyiniz dövriyyə sizin təbii ki, o hansı qola yerləşdirmişsinizsə, o qolda binarlaşmaya da daxil olur. Yəni ona görə bu da şirkətimizin bir gözəlliyidir ki, yenə də deyirəm, siz burada yəni bir referalla ömür boyu, hər dəfəsində bir referal gətirməklə ömür boyu heç bir aktivlik etmədən gəlir əldə edə bilərsiniz.